Bugün sadə ərzaqlardan süd, vermişil, xurma, bal, qoz, qarıdal nişastası, malina cemi və qaymaqdan zərif bir şirniyyat hazırladım. Əvvəlcə südü qızdırıb, içinə vermişli əlavə etdim. Asta-asta bişərək yumuşaldı. Ardınca biraz qarıdal nişastası ilə qatqılıq verdim ki, teksturası ipək kimi olsun. Xurmanı xırda-xırda doğradım, əlavə etdim. Bal ilə təbii şirinlik qatdım. Üzərinə xırdalanmış qoz səpdim ki, hər qaşıqda xırçıltılı hiss olunsun damaqda. Son toxunuş olaraq malina cemi ilə rəng və yüngül bir dad əlavə elədim. Siz bunu ərik cemi ilə də əlavə eləyə bilərsiniz. Müxtəlif istədiyiniz meyvələrin qarışımından da əlavə eləyə bilərsiniz. Üstünə isə qaymaqla balını qarışdırdım və tamamladım. Bir naxış kimi qoydum. Sadə amma dadı yadda qalan bir şirniyyat alındı. Ramazan süfrələrinə çox yaraşacaq. Həm doyumludur, həm rahatdır, həm də əlimizin altında olan ərzaqlardan hazırlaya bilərik. Hər kəsə nuş olsun.